Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Sallallahu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Allah Azze ve Celle Hazretleri Ramazan ayının gecelerine xüsusi diqqət yetirir, diqqətimizi çəkir və Peyğəmbərimiz Əleyhisselam hədis şəriflərində bu ay öz içində 1000 aydan daha xeyirli bir gecə saxlamaqdadır deyir. Gündüzlərində oruç tutmaq mühüm olduğu qədər, gecələrində ibadət etmək də o qədər mühümdür. O qədər mühümdür ki, Allah-u Teala Qədir gecəsi barəsində müstəqil bir surə nazil edibdir Qur'an-ı Kərimdə. Sahabe-i güzin və salihlər, bizdən əvvəlki mömin salih kimsələr, gecələrin tamamını Qur'an-ı Kərim oxumaq, təhəccüd namazlarını qılmaq, tövbə əstəğfirullah etmək, göz yaşları tökmək, təravih namazlarını qılmaq və s. ibadətləri icra etməklə Ramazan ayının gecələrini ihya ediblər. İhya həy sözündən, yəni diri tutublar. Yatan adam gecəni öldürdü. Amma itaat və ibadətlə keçirən adam gecəni həy etdi, ihya etdi, diri tutdu. Ən azından hər hansı bir gecədə Qədir gecəsinin olması ümidi ilə təravih namazlarını şövqlə, eşqlə qılmaq lazımdır. O, bu gecə, birinci niyyət gecəsi ola bildiyi kimi, sabah, digər gün, digər gecə də ola bilər. O səbəbdən də biz hədislərə və bizdən əvvəlki salihlərin əməllərinə uyaraq tövsiyə edirik təravih namazlarını qılmağı. Məscidlərdə qılınır, amma evlərdə qadınlar bir qədər, uşaqlar, xəstələr və ya məscidə getməyənlər səhlənkar yanaşırlar Ramazan ayının gecələrinə. Çox da mənə suallar olur. Şəxsimə zəng eləyirlər, WhatsApp-a yazırlar və hamı soruşur, necə qılınmalıdır təravih namazı. Sünnət saniyə təravih namazı vardır. Mədinə ekolü var, Məkkədə onun qılan üsulu var. Türkiyədə, məsəl üçün, adətə uyğun bir qədər sürətlə qılırlar. Bəzi yerlərdə çox qılınır. Bizdə məndən əvvəlki əfəndilər, alimlər hansı şəkildə qılıblar? Bizim şimal bölgəsində olan alimlər coğrafiyamıza uyğun olaraq bizə hansı şəkildə tövsiyə ediblərsə, mən elə onlardan nə cür estafeti almışamsa, həmin tərtibat üzərinə həm məzhəb baxımından, həm milli adətlərimiz baxımından bizim xasiyyətimizə uyğun olaraq alimlər tövsiyə ediblər həm məzhəbi, həm bəzi ibadətlərin icra olunma qaydalarını. Əvvələn fəziləti barəsində, bir yerdə qılmağın fəziləti barəsində xəbəri sizin üçün oxumaq istəyirəm. Əbu'l-Leys Səmərqəndi Həzrətlərinin Tənbihül Qafilin kitabında yazıldığına görə Həzrəti Əmir əl-Möminə Əli deyir ki, möminlərin əmiri Ömər məndən eşitdiyi bir hədisə isnad edərək məscidə təravih namazı qılınmasını adətə saldı. Niyə Həzrəti Ömər adətə saldı? Çünki Peyğəmbərimizin zamanında vəhyin gəlməsi davam eləyirdi. Peyğəmbərimiz Əleyhisselam deyir ki, mənə 3 şeyi tövsiyə elədilər. Misvak, məsələn, istifadə etməyi. Mən talaq barəsində Cəbrail Əleyhisselam məni o qədər tənbih elədi ki, mən bildim talaq vermək haramdır, amma hansı ki mübahdır. Və Peyğəmbərimiz Əleyhisselam vəhyin davam etməsindən ehtiyat edərək bəzi ibadətləri elə yerinə yetirir ki, ümməti əziyyətə düşməsin.
Peyğəmbər İslam təravihi 3 gün məsciddə qılıb, az bir qrupla. Amma Peyğəmbərin 3 gün ard-arda Ramazan ayında bu namazı qılmasını görən sahabələr məsciddə doluşmağa, axışmağa başlayıblar və Peyğəmbərimiz əleyhissalam 3 gündən sonra məsciddə qılmayıb təravih namazını, evində qılıb. Və ondan soruşduqda bunun səbəbini Peyğəmbərimiz əleyhissalam deyib ki, qorxdum ki, ümmətimə fərz olar. Amma nə vaxt ki, Peyğəmbər əleyhissalam axirətə irtihalından sonra vəhiy kəsildi, artıq sahabələr onu cəmaatla da qılsaydılar, tək də qılsaydılar, heç qılmasaydılar da, onun barəsində bir ayət gəlməyəcəkdi. Ayət gəlmək təhlükəsi mi deyək, tənbih etmək təhlükəsi mi deyək? Çünki sahabələr çox qorxurdular. Hər hansı bir əməli eləyərlər və Allah bundan qəzəb eləyər və barəsində ayə nazil olur. Çünki Qur'an-ı Kərimin tamamı sahabələrin etmiş olduğu yaxşı və ya yaman əməllərin üzərinə nazil olub. O səbəbdən də sahabələr öz əməllərinə Peyğəmbər həyatda olduğu müddətcə çox diqqət eləyərdilər. Və çox savab qazanmaq üçün Həzrət Rasulullahı adeta güdərdilər, təqib edərdilər. Və Peyğəmbərimiz əleyhissalam bunu bildiyindən 3 gün qılıb, 3 gündən sonra ayrı qılıb. Peyğəmbər əleyhissalam axir vəfat etdikdən sonra, köçdükdən sonra Həzrət Əbubəkir zamanı yenə bu tərtibat üzərinə davam edib. Həzrət Ömərin zamanında bu namaz artıq ayə gəlməyəcəyi üçün və fərz olmayacağı üçün, vacib bir ibadət olmayacağı üçün onu bir yerdə kollektiv şəkildə qılmağı tövsiyə eləyib. Təravih namazını qılmasa bir adam bundan kafir olmaz. Az qılsa qınanmaz, çox qılsa qınanmaz. Bu bir sünnət bir ibadətdir. Amma sünnətə uyğun icra olunsa, alimlərin tövsiyəsi üzərinə icra olunur. Necə Həzrət Ömərin tövsiyəsi üzərinə, Həzrət Əlinin tövsiyəsi üzərinə icra olunur. Onlardan da sonra gələn alimlərin bizə tövsiyələri üzərinə bunu icra etməkdə çox böyük savab vardır. Və Həzrət Əli də buyurur ki, Ömər təravih namazını qılmasını məndən öyrənibdir, adətə saldı. Cəmaatdan biri Həzrət Əliyə deyir ki, ey möminlərin əmiri, o hədis hansıdır? Həzrət Əli cavab verir. Mən Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Allahu Teala'nın ərşinin yanında Xəzinətül Quds adında nurdan bir yer vardır. Ənvar Ləşi kitabında deyir ki, bu Xəzinətül Quds deyilən yer Allahu Teala'nın ən pak, ən münəzzəh, ən nurani bir yaratmış olduğu məkandır və orada mələklər vardır. Peyğəmbər əleyhissalam hədisdə buyurur ki, Həzrət Əlinin nəqlinə görə Allah-u Teala'dan başqa heç kimsənin bilmədiyi sayda olan mələklər orada vardır. Bu mələklər bir saat belə boş durmadan mütəmadi şəkildə Allah-u Teala'ya ibadət edərlər. Bu mələklər Ramazan ayında gecələr yer üzünə enərək insanlarla birlikdə namaz qılmaq üçün Rəblərindən icazə alarlar. Allah-u Teala da onlara bu icazəni verir, istəkləri məqbul olur və bunlar yer üzərinə Ramazan ayında nazil olurlar. Kim onlara toxunarsa, təravih namazında olan, gecə ibadətində olan adamlar o mələklərə toxunarlarsa və yaxud o mələklər kimlərə toxunarsa, o mələklərin qanadları Ramazan ayının gecələrində ibadət edən möminlərin saflarına durub, önlərinə, arxalarına, üstlərinə söhbət, Qur'an oxuyanda onların yanında durub, qanadları onlara toxunarsa və ya o möminlər onlara toxunarlarsa, bədbəxtlik olmayan bir saadətə çatmış olarlar. Yəni, səid olarlar. Səid, xoşbəxt insan deməkdir. Yəni, onlar dünyada xoşbəxt olarlar. Dünyadan ahirətə səid olaraq, xoşbəxt olaraq, imanla, İslamla bağışlanmış halda cənnət əhli olaraq çıxarlar. Bu mələklərin belə bir özəlliyi vardır. İnsana toxunanda insan saadət sahibi olur.
Həzrət Əli kəlamını davam edir və buyurur ki, mən Peyğəmbərimizin sallallahu aleyhi və səlləm bu sözlərini nəql edincə, Həzrət Ömər belə dedi, Rasulullahın sallallahu aleyhi və səlləmin söylədiyi kimsələrdən olmağa hamıdan çox biz layiqik, deyərək, təravih namazı qılmaq üçün müsəlmanları məsciddə səfərbər etdi, topladı və daha sonraki illərdə bu adəti davam etdirdi. Gözəl səsi olan Qur'an-ı Kərim mükəmməl bilən sahabelərdən onları imam təyin etdi və müsəlmanlar toplu halda bu namaza təşviq etdi. Bunlar namaza gəldikcə o vaxtda müasir işıqlar yoxdur. Adət də belədir. Məscid çayxana deyil, məsciddə oturub ərli söhbətlər, dünya kəlamı etmək olmaz. Məsciddə kəlamı dünya fil məscid haram buyurur Peyğəmbərimiz. Məscid dünya kəlamı haramdır. Bir adam məsciddə dünya kəlamı danışırsa, bazar, küçə, dükan söhbəti, qiymət söhbəti, siyasət danışırsa, demək ki, o adama qəbirdə əzab olacaq. Məsciddə dünya kəlamı danışmaq ona əzab olacağın əlamətidir. Onun üçün sahabilər məsciddə namazlarını qılardılar və gedərdilər. Ya da elm öyrənərdilər, ya Qur'an oxuyardılar. Və sahabələr işa namazını qılardılar, gedərdilər. Amma bu təravih namazı səbəbilə məscidlərə qəndillər asıldı. Gecələr uzun müddət işıqlar yandı. Qur'an-ı Kərimlər oxundu, gözəl səslərlə ibadətlər olundu və bu əhvalın üzərinə Həzrət Əli, Allah ondan razı olsun, bir Ramazan gecəsi evindən çıxıb məscidlərdə Qur'an oxunduğunu və məscidlərin çıraqlarının yandığını, qəndillərin işıqlandığını gördü və belə dua etdi Həzrət Ömər üçün. Rəhmətli Ömər, necə də məscidlərimizi Qur'anla nurlandırdısa, Allahu Teala da onun qəbrini belə nurlandırsın dedi. Rəhmətlik sözü hər adama demək olmaz. Çünki rəhmətlik demək onun həqiqətən rəhmətə müstəhəq olduğunu bilmək deməkdir. Mərhum demək olar. Amma Həzrəti Əli, Həzrəti Ömərin bu salih əməllər, ümmətin işlərinə faydalı olmaq, gözəl işlər tövsiyə etmək, gözəl sünnətlər, yəni adətlər qoyması səbəbinə Allahın rəhmətinə müstəhəq olduğu bildiyindən rəhmətli Ömər ifadəsini onun üçün buyurubdur. Çox sual eləyirlər, təravih namazı nə cür qılınır? Onun tərtibatını sizin üçün ərz etmək istəyirəm. Biz belə oxumuşuq, belə görmüşük, alimlər bizə belə öyrədiblər, alimlərlə belə qılmışıq və praktikamızda və oxuduqlarımızda olan ümumiləşdirib sizin xatirinizə ərz eləyirəm. Azan verilir işa namazı üçün. İşa namazının ilk sünnəti qılınır. Qılmayanlar da vardır. Amma sünnət-i qeyri-müvəqqitə qılsanız çox gözəl olar. Çünki Peyğəmbərimiz eləsən buyurur ki, bütün namazlarda azanla qamətin arasında 2 rükət sünnət vardır buyurur. Və 2 rükət sünnət tamamlandıqdan sonra qamət gətirilir. Əgər cəmaatla qılınırsa, işa namazının fərzi cəmaatla qılınır. Əgər məsələn evdə bir adam tək qılırsa, tək işa namazının fərzini qılır. Məsələn bir qadın, bir xəstə. Amma çalışacaq məsciddə qılma və ya da məsciddə evin bəyi imam durur və cəmaatı da öz ailəsində başına toplayır. İşa namazının fərzi qılındıqdan sonra həmişə olduğu kimi Allahümmə entə səlam minkə səlam duaları oxunur və işa namazının son sünnətinə niyyət edilir. Son sünnət qılındıqdan sonra Ramazan ayının sabahki gününün orucuna hər gün bu şəkildə niyyət olunur. Niyyət etdim. Mənə fərz olan bu ilki Ramazan ayının sabahki gününün orucunu tutmağa, boyundan əda etməyə Allah rızası üçün. Bu demiş olduğum cümləni qəlbdən demək vacibdir. Amma dillə onu müşahidə eləmək, təkrarlamaq, dilə gətirmək sünnət. İlla ki, səsli olmasa da qəlbindən keçirək, dillə, sakitcə pıçıltı ilə deməsi daha gözəldir. Bunu dedikdən sonra
niyyəti. Müxtəlif zikirlər vardır. Qul vallah oxuya bilər, salavat-ı şərif oxuya bilər. Hər Məkkədə məsəl üçün təravih dinlənə qılınan namaz deməkdir. Məkkədə Kəbəni təvaf edirlər. Amma Türkiyədə məsəl üçün bəzi yerlərdə ilahilər, dini ilahilər, nəğmələr oxunur namazlarına. Endülüs usulü deyirlər ona. Və ya salavat şərifələr gətirilir. İxlas surələri oxunur. O yerin adətindən asılıdır ki, alimlər hansı tərtibatı qoyublarsa. Birinə deyilsə ki, nədir bəyəm ki, bu adət qoymağa? Bəli, Peyğəmbərimiz buyurur ki, əleyhissalatü vesselam, kim bir gözəl adət qoyarsa və o adəti insanlar davam etdirərsə, davam etdirənlərin savabından heç bir şey əksilmədən bir o qədər də o adəti qoyan insana savab yazılır. Amma bizim alimlərimiz, bu şimal bölgəsində olan alimlər, şimal deyəndə həm Azərbaycan, həm də ətraf mahalları deyirəm, alimlərimiz 100 illərdən bəri bu zikirləri eləyiblər. Biz də onların qoymuş olduğu cızıqdan, tərtibatdan kənara çıxmırıq və bizim üçün qoymuş olduğu ölçü üzərinə hərəkət edirik. Onlar bu zikir eləyiblər. Demək ki, zikrin ilk əvvəli mələklərin ümumiyyətlə 7 qat səmada etmiş olduqları bir zikir vardır. Heç olmasa ömründə bir dəfə də olsa bu zikri eləyən adama Allah mərhəmət eləyər. Nə yaxşıdır ildə bir dəfə olsun, bacarır ayda bir dəfə olsun, həftədə bir də, gündə bu zikri oxuyan mələklərlə bir yerdə bu zikri etmiş olar. Mələkləri təlqin etdiyindən mələklərin xasiyyəti adama hopmuş olar. Subhane zil mulk vel melekut, Subhane zil izzeti vel azameti vel cemali vel celali vel ceberut, Subhanel melikil mevcud, Subhanel melikil ma'bud, Subhanel melikil hayyillezî la yenamu ve la yamut, Subbuhun kuddusun Rabbuna ve Rabbul melaiketi ve ruh. Bu meleklerin zikridir. Və Ramazan ayını xoş gəldinlə qarşılayırıq. 15 gün mərhaba deyirik, 15 gündən etibarən əlvida deyirik. Çünki ay artı 15 gündə qayıtır. Mərhaba, mərhaba ya şəhr Ramazan. Mərhaba, mərhaba ya şəhrəl bərəkəti vəlğufran. Mərhaba, mərhaba, mərhaba ya şəhrət təsbihi və təhlili və zikri və tilavətil Qur'an. Təsbih olan, Quran oxunan ay. Və Peyğəmbərimiz əleyhissalamın hədis şərifi bu hazırda deyəcəyim qayda üzərinə tətbiq olunur. Peyğəmbər əleyhissalam buyurur ki, sizə 4 şeyi tövsiyə edirəm. İkisi sizə lazımdır. İkisindən də yaxanızı qurtara bilməzsiniz. Sizə lazım 2 şey, Allah-u Teala'nın la ilahe illallah kəlməsinə şəhadət gətirin. Və əstəğfirullah deyərək günahlarınızı Allahdan bağışlanmasını diləyin. 2 yaxanızı qurtara bilməyəcəyiniz şey, Allahdan cənnət istəyin və cəhənnəmdən Allaha pənah aparın. Çünki 3-cü bir variant yoxdur. İnsan ya cənnətli, ya cəhənnəmlikdir. Yəni, orada liberal bir insan tərəfsiz bir tərəf qala bilmir. Ya inanır, ya inanmır. Ya salihdir, ya kafir. Ya alimdir, ya cahildir. Və bu duanı bu şəkildə eləyirik. Peyğəmbərin bu sünnəsinə, bu hədisinə bu şəkildə əməl edirik. Xalisən, muxlisən, la ilahe illallah, sadiqan, musaddiqan, Muhammedur Rasulullah. Allahümme salli ala seyyidina Muhammedin ve ala ali seyyidina Muhammedin ve sellim. Estağfirullah. Allahümme innes'elükel cennete. Ya Allah, biz səndən cənnət istəyirik və nə'udhu bikə minən nar və mə fiha. Cəhənnəmdən və cəhənnəmin içərisində hər nə ki əzablar, iqablar, iyinlər, qoxular, çətinlik cümləsindən sənə sığınırıq deyərək bu dua oxunur. Mən bu duanı bilmirəm. Nə bilirsiniz oxuyun. Heç nə oxumayın. Bilmirsiniz də oxumayın. Amma nə bilirsinizsə onu oxuyun. Hər şey öyrənirik.
Bunu da öyrənək inşallah. Təkcə Ramazan üçün yox, ümumiyyətlə. Bu dua oxunduqdan sonra təravih namazına niyyət olunur. Ayağa durulur və niyyət etdim 2 rükət təravih namazı qılmağa. Bu qədər. Mənə fərz olan bu ki, Ramazan ayının, sabahki orucunun, indiki gecəsinin təravih namazı ehtiyac yoxdur. Niyyət etdim təravih namazı qılmaq. Ürəkdə demək vacibdir, dildə demək sünnətdir. Və Fatihə surəsi ilə bildiyiniz hər hansı bir Quran-ı Kərimdə İxlas surəsi, Fələq, Nas hər neysə bilirsinizsə 2 rükət qılırsınız. Və bu minvalla 8 rükəti tamam edirsiniz. Bu oxumuş olduğum duanı da 4 rükətdən 1, 2 rükətdən 1 təkrar edə bilərsiniz. Və 8 rükət tamam olduqdan sonra, çünki dinlənə aramla qılınan bir namaz olduğu üçün 2 rükətdən 1, 4 rükətdən 1 bu duanı edə bilərsiniz. Dəqiqliyi ilə istəyənlər bizimlə əlaqə saxlayıb daha geniş soruşa bilərlər. İstəyən 20 rükətdə qıla bilər. Xoş adamın halına ki 20 rükət qılır. Amma 8 rükətdə qıla bilər. Biz ustadlarımızdan 8 rükət görmüşük. Və daha öncə vitr sünnət namazı qılınır. 2 rükət 1, 1 rükət 1. Və adi həmişə olduğu kimi təsbihat olunur, dua olunur. Allahdan yardım istənilir özümüz üçün, ailəmiz üçün, qonşularımız üçün, məmləkətimiz üçün, bütün İslam aləmi üçün, vətənimiz üçün dualar olunur və bununla da namaz tamamlanmış olur. Allah əmələ müvəffəq eləsin. İxlasla, canı könüldən, ürəklə, eşqlə, həvəslə bu ibadətləri yerinə yetirməyi Allah bizə nəsib eləsin. Qəlbimizə eşq salsın. Deyir ki, siz Ramazanın içərisində nə fəzilətlər olduğunu, nə gözəlliklər olduğunu bilsəydiniz, istəyərdiniz ki, bütün il Ramazan olsaydı. Və şeytanlar bağlandığı üçün, cənnət açıldığı üçün qapıları, cəhənnəm bağlandığı üçün, şeytanlar zəncirlərə vurulduğu üçün bizim şövqümüz, eşqimiz bir qədər də artıb və artmalıdır. Və bu ibadətləri gözəlcə yerinə yetirməyə çalışmalıyıq. Subhane zil mulki vel melekut, Subhane zil izzeti vel azameti vel cemali vel celali vel ceberud. سبحان الملك الموجود سبحان الملك المعبود سبحان الملك الحي الذي لا ينام ولا يموت سبوح قدوس ربنا ورب الملائكة والروح مرحبا 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 يا شهر رمضان مرحبا 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 يا شهر البركة والغفران مرحبا 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 يا شهر التسبيح والتهليل والذكر وتلاوة القرآن خالصا مخلصا لا إله إلا الله صادقا مصدقا محمد رسول الله اللهم صل على سيدنا محمد وعلى آل سيدنا محمد وسلم أستغفر الله اللهم إنا نسألك الجنة ونعوذ بك من النار وما فيها